Salam, hər birinizi xoş gördük. Biologiya 2025, hüceyrənin biokimyası, plastik və energetik mübadilə mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 121-ci testə baxaq. Zülalın sintezi zamanı ribosomun mRNT üzərində hərəkət müddəti və sintez olunan zülalın kütləsi arasındakı asıllıq hansı qrafikdə düzgün göstərilmişdir? Biz bilirik ki, ribosomun mRNT üzərində hərəkəti nə qədər çox olarsa, sintez olunan zülalın kütləsi də bir o qədər çox olmuş olar. Yəni bunlar düz mütənasibdirlər. Ona görə də uyğun gələn cavabımız olacaq B variantı. 122-yə baxaq. Ribosomda sintez olunan zülalın kütləsi və bu zaman ayrılan su molekullarının sayı arasındakı asıllıq indidi deyilir. Demək, zülalın kütləsi nə qədər artıq olarsa, ayrılan su molekullarının da molekul kütləsi bir o qədər çox olur. Yəni, n çıxaq bir sayda su ayrılırdı. Zülalın kütləsi artdıqca suyun da miqdarı artmış olurdu. Burada da düzgün gələn cavabımız olacaq A variantı. 123-ə baxaq. Deyir, cədvələ əsasən X üçün doğru ifadələri müəyyən edin. Deməli, bir hüceyrəlidir, xemotrofdursa, deməli, bu bakteriyadan söhbət gedir. Üzvü maddələri qeyri-üzvü maddələrdən hazırlaya bilir. Deməli, üzvü maddələri qeyri-üzvü maddələrdən hazırlayır. Bəli, bu fikir düzgündür. Çünki xemosintez prosesində qeyri-üzvü maddədən üzvü maddə hazırlayırdı özü üçün. Sonra ikinciyə baxaq. Deyir, üzvü maddələri yalnız üzvü maddədən hazırlayır, səhvdir. 3 enerji mənbəyi kimi günəş enerjisindən istifadə edir. Xeyr, xemotrof olduğuna görə kimyəvi rabitələr enerjisindən istifadə edir. Yəni 4-də düzdür. Bu canlılara siyanobakteriyalar da aid ola bilər, səhvdir. Deməli, burada düzgün olanlar hansılar oldu? 1 və 4 oldu. Bir də sonda olanı oxuyaq. Deyir, bu canlılara dəmir, kükürt bakteriyalara aid ola bilər. Bəli, düz deyir. Bu canlılara dəmir, kükürt bakteriyalara aiddir. Deməli, düzgün cavabımız oldu B variantı. 124-cü testə baxaq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Transkripsiya, translyasiya və hər ikisinə aid olan xüsusiyyətləri seçməliyik. Deyir ki, 5 növ azotlu əsas iştirak edir. 5 növ azotlu əsas bilirsiniz ki, transkripsiyada iştirak edirdi. Çünki DNT-dən mRNT yaranırdı. Deməli, bir aiddir elə birincinin özünə. Prokaryotlarda bilavasitə sitoplazmada baş verir. Prokaryotlarda ümumiyyətlə hər iki prosesin ikisi də sitoplazmada baş verir. Ona görə də 2-yə aiddir. Yəni, ortaya aiddir 2. Sonra aminturşlar bir-birinə birləşir. Aminturşlar translyasiya zamanı bir-birinə birləşirdi ki, zülal biosintezi baş versin. 3 də aiddir 3-ə. Xloroplastlarda baş verir. Baxaq görək hansı proses xloroplastlarda baş verir. Hər ikisi xloroplastda da baş verə bilər mitoxondriyadan. Ona görə də 4-ü də ortaya daxil elədik. Sonra deyir 5 polinukleotit sintez olunur. Polinukleotit nə vaxt sintez olunurdu? Transkripsiya zamanı. Çünki translyasiyada zülal biosintezi baş verirdi. Ribosomun iştirakı ilə baş verirdi. Bəli, translyasiya prosesi ribosomun iştirakı ilə baş verirdi. Ona görə də uyğun gələn cavabımız demək 1-ə aid oldu 1-5, 2-yə orta hissəyə aid oldu 2 ilə 4, 3-cüyə isə aid oldu 3 və 6. Uyğun gələn cavabımız oldu D. B variantı B. Bitki hüceyrəsindəki sadalanan molekulların hansının hidrolizin nəticəsində nukleotit alınmaz? Nukleotit alınmaz deyir. Bax, DNT nukleotitdən təşkil olunub, mRNT nukleotitdən təşkil olunub, ATF-nin tərkibində adenin nukleotidi var. Amma fermenti zülalda nukleotit yaranmaz, nişastada polisaxariddə nukleotit yaranmaz. Demək, düzgün gələn cavabımız oldu 2 və 4 B variantı. Verilmiş qrafiklər hansı proses və ya proseslər üçün ortaqdır? Deməli, 3 dənə proses verib bizə 1, 2, 3. Deyir ki, bunlar bu 3 dənə proseslərdən hansıları üçün ortaqdır? Ayrılan su zaman, bəli, müəyyən zaman ərzində hər 3 prosesin üçündə də su ayrılır. Yəni, üçünə də aiddir. İkinci fermentin miqdarı, bəli, fermentin miqdarı yenə misal olaraq deyə bilərəm ki, hamısına aiddir. Ferment onsuz da dəyişilməz olaraq da qalır, reaksiyaları sadəcə olaraq sürətləndirir. Sərbəst nukleotit sayı. Sərbəst nukleotit sayı deməli artırdı nə zaman? Sərbəst nukleotitlərin sayı demək translyasiyada azalmırdı. Translyasiyada sərbəst nukleotit sayı ümumiyyətlə azalmırdı. Demək, bu hər üçünə aid olmayan bir prosesdir. Bir də hidroliz prosesini veriblər ki, hidroliz prosesdə, yəni ATF-nin hidrolizi. ATF-nin də bilirik ki, ATF bunlarda yaranırdı. Ona görə də hər üçü üçün ümumi olan ATF harda yaranırdı? Transkripsiya və translyasiya zamanı yaranırdı. Amma deməli, burada hər 3 prosesin üçünə də aid olan proses yalnız oldu suyun miqdarının ayrılması, bir də fermentin miqdarıdır ki, heç birində dəyişikliyə uğramırdı. Yəni, düzgün gələn cavabımız oldu D variantı. Yəni, bu proseslər 4-ü də yalnız 1 və 2-yə tam şəkildə 4-ü də aiddir.
127-yə baxaq. Deyir ki, sxemdə canlılarda gedən bəzi metabolizm prosesləri əks olunub. Verilənlərə əsasən hansı proseslər bitki və çoxhüceyrəli heyvanlar üçün ortaqdır? Bitki və çoxhüceyrəli heyvan. Deməli, istər bitki, istərsə çoxhüceyrəlilərdə qlikozdan polisaxarid yarana bilər. Məsələn, glikoza çevrilər glikogenə heyvanlarda, bitkilərdə də nişastaya çevrilər, sellulozaya çevrilər. Yəni ola bilər, bir olar. Polisaxarid glikozaya çevrilər. Bəli, qaraciyərdə toplanmış glikogen çevrilər glikozaya, bitkilərdə də nişasta, selluloza glikozaya çevrilər. Yəni ikinci prosesdə baş verə bilər. Sonra glikoza karbon qazı və suya parçalanır. Bizdə tənəffüs prosesi zamanı glikoza karbon qazı və suya parçalanırdı. Bitkilərdə də heterotrof yolla qidalanma zamanı glikoza suya parçalanırdı və karbon qazına. Karbon qazından glikozanı yaratmaq isə bu yalnız fotosintez prosesində baş verirdi ki, bu da təkcə bitkilərə aiddir. Bizdə də həm bitki, həm də heyvanlara aid olan xüsusiyyətləri istəyibdir. Deməli 1, 2, 3 həm bitki, həm də heyvanlara xasdır. Demək, burada da düzgün gələn cavabımız oldu A variantı. 128-ə baxaq. Deyir, hansı verilmiş xüsusiyyətlərdən ikisinə də sahibdir? Atmosferdəki oksijeni özünə birləşdirir, bir də karbon qazı ilə birləşərək glikoz əmələ gətirir. Təbiidir ki, bu sudur. Atmosferdəki oksijeni əmələ gətirir nə vaxt? Su parçalanırdı, fotosintezin işıq fazasında oksigen yaradırdı. Karbon qazı ilə birləşərək isə fotosintezin mütənliyi idi, glikozanı əmələ gətirirdi. Deməli, burada da düzgün gələn cavabımız oldu C variantı. 129-a baxaq. Bitki hüceyrəsinə baş verən hansı proseslər zamanı hüceyrə daxili suyun miqdarı azalar? Suyun miqdarı baxaq görək nə vaxt azalırdı. Glikoliz zamanı suyun miqdarı 2 mol su yaranırdı. Glikozanın biosintezi, yəni glikoza yarananda suyun miqdarı azalırdı. Çünki sudan istifadə edirdi. Karbon qazı və suyu birləşdirirdi. Demək 2. Oksigenli parçalanmada su ayrılırdı. Onu da götürə bilmərəm. ATF-dən ADF-nin yaranması zamanı ATF-nin üzərinə su gəlirdim. Alınırdı ADF və fosfat turşusu. Demək burada da suyun miqdarı azalırdı. Çünki ATF istifadə edirdi. Sulal biosintezində isə N-1 sayda su ayrılırdı. Yəni suyun miqdarı artırdı. Deməli 129-da düzgün gələn hansı oldu? 2, bir də 4. Demək, D variantımız uyğun gəldi. 130-a baxaq. Deyir, N sayda amin turşudan təşkil olunmuş zolal zəncirinin sintezi zamanı aşağıda soruşulan göstəricilər hansı variantda verilmiş qrafikdə düzgün əksini tapıb? Baxaq. Deyir ki, bir də əmələ gələn su molekullarının proton sayı. N-1 qədər su əmələ gəlirdi, bax su, amma proton deyəndə bunu 10-a vururdum. Sonra nə deyir? Yaranan peptid rabitələrin sayı. Peptid rabitələrin sayı N-1 bərabərdir peptid rabitə. Sərf olunan amin turşusunu nə etməli idim? N bərabər idi ya peptid rabitənin ya da ki suyun üzərinə 1 gəlməli idim. Məsələn üçün bunların yerinə rəqəm qoysam, tutalım ki, deyirik ki N-1 bərabərdir 5-ə. Yəni belə nəzərdə tutaq. N-1 bərabərdir 5 molekul su. 5 molekul sudursa, onda burada nə qədər proton var? 50 dənə. Peptid rabitənin sayını tapmaqdan yana bilirsiniz ki, su ilə peptid rabitənin sayı həmişə bir-birinə bərabərdir. Ona görə 5 yazıram. Buradan amin turşunu tapmaqdan yana onda nə yazacağam? 5 üstəgələk 1 bərabərdir 6. İndi ardıcıllığa baxaq görək hansı daha çoxdur. Baxın. Demək, baxın, suyun protonunu çox tapdım. Yəni qrafikdə bunu belə çəkəcəm. Aha, birinci onsuz da məndən suyu deyirdi. Suyu qrafikdə böyük çəkdim. İkinci gəldi, baxın. 5-dir, bu 6-dır. Yəni 5 bundan aşağıdadır, belə çəkdim. Amma üçüncü bundan biraz hündürdə yerləşəcək. Niyə? Çünki 6 rəqəmi ilə göstərmişdik. Deməli, qrafikimiz bu formada olacaq. Çox, az, bir də ondan biraz çox olacaq. Ona da uyğun gələn cavabımız burada olur D variantı. 131-ə baxaq. Verilən metabolik proseslərin baş verdiyi hüceyrə orqanoidləri üçün hansı ifadə yanlışdır? Karbon qazı sudan üzvü maddə əmələ gəlir. Üzvü maddə oksigendən istifadə edib karbon qazından və suyu ayırmış olur. Deyir, bütün evkariot hüceyrələrdə hər ikisi var. Yanlış olanı bizdən istəyir. Evkariot hüceyrələrdə hər ikisi var. Baxın, bu proses fotosintezdə xloroplastda gedir. Bu da tənəffüs prosesidir, gedir mitoxondridə. Evkariot hüceyrələrin hamısında bu ikisi də ola bilməz. Niyə? Çünki bitkilərdə xloroplast mitoxondri var, amma heyvanlarda yalnız mitoxondri var. Ona görə də elə yanlış cavabımız olacaq A variantı. 132-ci testə baxaq. Qrafik əsasən doğru cavabı müəyyən edin. Demək, burada ölçülərini verib, burada da adlarını yazıb ki, ölçülərə uyğun tapaq. Gəlin ilk öncə biz belə eləyək. Bax, ən böyük burada xromosomdur.
Xromosomdan sonra, yəni az böyükdən kiçiyə doğru sıralayıram mən burada. Xromosom, sonra gələr DNT. Bax, xromosom, DNT. Sonra burada demək, üçüncü yerdə durar gen, yəni bunlardan biraz kiçik olan gendir. Daha sonra kodon, çünki 3 dənə demək nukleotiddən yaranıb. Ən sonda isə nukleotid olar. Deməli, böyükdən kiçiyə bunları sıraladım. İndi baxaq, xromosom ən böyük olandır. Xromosom burada da ən böyük olaraq nəyi göstəriblər? Baxın, yazıram aya xromosom. Xromosom neçədir? Rəqəm olaraq 2. Görürsünüz, 2-ni göstəribdir. İkinci DNT-dir. Yəni A-dan sonra ikinci yerdə duran boy olaraq, ölçü olaraq DNT-dir. Ona görə DNT-nin qabağına D yazıram. DNT-ni hansı rəqəmlə işarə edib? 3 ilə. Bax, bura yazdım 3. Sonra üçüncü yerdə durdu gen. Yəni bax, bu S, yəni boyca bundan biraz balaca olan gendir, S-dir. Qabağında S yazdım. Geni hansı rəqəmlə işarə edibdir? 1. Bura yazdım 1. Sonra gəldi dördüncü Y olan kodondur. Ondan biraz balaca Y-dir kodon. Kodonu hansı rəqəmlə işarə edibdir? 5 rəqəmlə işarə edibdir. Ən sonda nukleotiddir. Nukleotidi də B hərfi ilə işarə edib və rəqəm olaraq da nukleotidi 4 ilə götürübdür. İndi ardıcıllıqla düşsək, baxın, A, B, C, D, Y belə deyib bizə. A-da 2, B-də 4, C-də 1, D-də 3, Y-də isə 5 rəqəm olar. Baxaq ki, buna uyğun hansı oldu? 2, 4, 1, 3, 5. 2, 4, 1, 3, 5. Deməli, 132-də uyğun gələn cavabımız oldu B variantı. 133-ə baxaq. Şəkildə zülal sintez edən polisom qrupu göstərilmişdir. Verilən fikirlərdən hansı doğrudur? İndi doğru olanı tapmalıyıq. Deyir ki, şəkildə polisomda müxtəlif ribosomlar eyni növ zülal molekulunu sintez edir. Baxın, ribosomların müxtəlifliyini hardan anlayarıq? Təbii ki, burada görürsünüz, bax, 1 dənədir, 3 dənədir, nə bilim, 4 dənə, 5 dənə. Yəni, fərqlilikləri göstərmək deyənə bu işarələri qoyublar ki, biz bilək ki, bunlar müxtəlif ribosomlar. Amma neyniyirlər? Eyni bir mRNT üzərindən keçirlər. Yəni, mRNT ribosoma bir dənə mRNT daxil olur ribosomların hamısına. Ona görə də elə A variantımız düzgün gələn variantdır. Yəni, müxtəlif ribosomlar bir növ zülal molekulunu burada sintez edir. 134-cü testə baxaq. Evkaryot bir canlının hüceyrəsində A prosesi zamanı X molekul su ayrılmışsa, B prosesi zamanı nə qədər su ayrılar? Baxaq, A prosesi nədir? A prosesi reduplikasiyadır. Görürsünüz, DNT-dən DNT yaranıbdır. Yəni, bir zəncirin DNT-nin reduplikasiyası bir molekuldan ikinci molekul DNT yaranıbdır. İkinci göstərdiyi isə DNT-dən mRNT yaranıb. Yəni, bu da translyasiya prosesini göstəribdir. İndi bizdə tapşırığımızın cavabının düzgünlüyündən yana yazırıq ki, bir zəncir əgər reduplikasiya zamanı bir zəncirdə n- deməli 1 qədər su ayrılırdısa, onda iki zəncir bir yerdə reduplikasiya eləyəndə nə qədər su ayrılar? X qədər olar. X buradan bərabər olar. 2 vuraq, n çıxaq 1 qədər su. Bu X-idi tapdım. Mənə baxın, deyirdi X molekul su ayrılıbdır. B prosesinə mən dedim nədir? B prosesinə də dedik ki, translyasiyadır və translyasiya zamanı ayrılan suyun miqdarını necə tapırdıq? B yazaram ki, n çıxaq 1. Bu translyasiya zamanı ayrılan suyun miqdarı idi ki, bunu əzbər bilməliyik. Deməli, n çıxaq 1-i gətirim düsturumda qoyum yerinə. Yəni, belə yazım. X buradan, altdan yazım. X bərabərdir. 2 vuraq, n çıxaq 1-in yerinə B yazım. 2 vuraq B. İndi mənə nə deyir? Deyir, B prosesi zamanı nə qədər su ayrılıbdır? Buradan B nəyə bərabər olar? B bərabər olar X bölək 2-yə. Deməli, uyğun gələn cavabımız oldu C variantı. Sonra 135-ə baxaq. Deyir, xemosintez edici və fotosintez edici orqanizmlərin istifadə etdiyi maddə. Onların hər ikisinin istifadə etdiyi ortaq maddə oksigendir. Niyə? Tənəffüs eləyərkən oksigendən istifadə eləyəcəklər. Ona görə də düzgün gələn cavabımız oldu D variantı. X prosesi hansıdır? Transkripsiya. Translyasiya. Demək, transkripsiyadan sonra translyasiya gəlməlidir. Burada X qoyubdur. Ona görə də demək, transkripsiya zülal arada da duracaq. Translyasiya. Deməli, 136-da düzgün gələn cavabımız oldu. Translyasiya B variantı. 137-yə baxaq. Uyğunluğu müəyyən edin. Fotosintezin işıq fazası, bir də fotosintezin qaranlıq fazası. Fotosintezin işıq fazasında nə yaranırdı? Fotosintezin işıq fazasında yaranırdı deməli, bir ATF, bir də yaranırdı oksigen.
Fotosintezin işıq fazasında bilirik ki, yaranır ATF, atomar oksigen yox, elə oksigen qazı, bir də hidrogen protonları yaranırdı. Hidrogen protonları. Demək, biri aid olacaq nə? ATF-A, sonra oksigen C, bir də hidrogen protonları D. 2-də isə, qaranlıq fazada isə yalnız yaranırdı glikoza. Baxaq, hansı uyğun gəlir? A, C, D, B. Deməli, 137-də düzgün gələn oldu cavab C variantı. 138-də nə deyir bəs? 138-də də deyir ki, deməli, proseslərdə istifadə olunan maddələri uyğunlaşdırın. 138-də 1 və 2-yə uyğun olanları deyir ki, uyğunlaşdırın. Baxaq ki, uyğun gələn hansıdır? Deməli, fotosintezin işıqlı fazası. Fotosintezin işıqlı fazasında nə baş verirdi? Fotosintezin işıqlı fazasında su parçalanırdı. İstifadə olunanı deyir bu dəfə, görürsünüz. İstifadə olunan maddə. Su istifadə olunurdu, yəni parçalanırdı. Nəyə? Hidrogen və OH-a, sonra OH-da birləşirdi, su və oksigen yaradırdı. Ona görə də demək, birinci istifadə olunana aid elədim A-ya. Fotosintezin qaranlıq fazasında bəs nədən istifadə olunurdu? Fotosintezin qaranlıq fazasında istifadə olunurdu, bax, karbon qazından, ATF enerjisindən, bir də atomar hidrogendən istifadə olunurdu. Qaranlıq fazada glikoza yaranırdı. Demək, indi baxaq ki, buna uyğun gələn cavab hansı olur? A, ikinciyə də aiddir B, C, D. Deməli, uyğun gələn cavabımız oldu D variantı. 139-da nə deyir? Karbon qazının üzərinə gəlib hidrogen, alınıb glikoza və su. Bilirsiniz ki, hidrogeni yalnız yaşıl bakteriyalar istifadə edərək glikoza yaradırdılar. Burada da düzgün gələn cavabımız oldu D variantı. 140-a baxaq. Deyir, hansı mülahisə mikroorqanizmin evkaryot və ya prokaryot olduğunu dəqiq bilməyə kifayət edir? Qamçısı var, ATF sintezidir. Ola bilər hər ikisində də evkaryot, prokaryot fərqi yoxdur, hər ikisi ola bilər. Ribosomda izola sintezi əlbəttə ki, onsuz da prokaryotlarda ribosom var, ona görə də buna görə aid edə bilmərəm. Stoplazmada transkripsiya baş verir, stoplazmada translyasiya baş verir. İndi baxaq ki, bunlardan hansı uyğun gəlir? Translyasiya onsuz da prokaryotlarda ribosom var. Ribosom stoplazmada sərbəst şəkildə yerləşir. Ona görə də stoplazmada baş verə bilər. Amma transkripsiyanı stoplazmada baş verməyi yalnız prokaryotlara xasdır. Niyə? Çünki prokaryotlarda nüvə yoxdur. Ona görə də transkripsiya nüvədə yox, stoplazmada sərbəst şəkildə baş verir. Ona görə də demək, burada uyğun gələn cavabımız oldu D variantı. 141-ə baxaq, deyir, verilmiş qrafiklərdəki biokimyəvi prosesləri icra edən orqanoidləri müvafiq olaraq hansı bənddə 1, 2, 3, 4 ardıcıllığına uyğundur? Bunlara uyğun hesablamalıyıq. Deməli, birinci orqanoid nədirsə, karbon qazını deməli, xaric eləyir, oksigen, həminki orqanoiddə belə deyək, karbon qazının miqdarı artır, oksigen azalır. Yəni, oksigendən istifadə edir də, əgər oksigen azalırsa. Bu demək, tənəffüsə aiddir. Bunu eləyən mitoxondridir. İkinciyə baxıram, deyir, üzvü maddə əmələ gəlir, karbon qazı azalır. Bu onda xloroplastdır. Çünki xloroplastlar karbon qazından istifadə edirlər, üzvü maddə əmələ gətirirlər. 3-də deyir, nişastanın miqdarı artır, glikozanın miqdarı azalır. Yəni, neyniyir? Glikozanı polisaxaridə çevirib ehtiyat halında toplayır. Bu da olacaq leykoplast. 4-cüdə də zülal yaradır, amin turşunun da miqdarı azalır. Zülal yaradan orqanoid də təbii ki, ribosomdur. Ona görə də uyğun gələn cavabımız oldu B variantı. 142-yə baxaq. Şəkildəki rəqəmlərlə verilmiş hansı orqanoidlərdə proton kanalı yaranır? Proton kanallarda yaranırdı. Bir xloroplastda, bir də mitoxondridə, yəni fotosintez və oksigenli tənəffüs zamanı. Burada da göstərilən orqanoidlərdən X və Y, bu xloroplastdır, Y isə mitoxondridir. Ona görə də düzgün gələn cavabımız oldu Y variantı. 143-ə baxaq. Deyir ki, əgər 51 amin turşudan ibarət zülal zəncirinin hüceyrədə translyasiya müddəti deyir, nə qədər olar? Biz bilirik ki, bir dənə amin turşunun translyasiyası nə qədər çəkirdi? 5-də 1, 6-da 1 saniyə. Bu da mənə 51 amin turşu deyib. 51 amin turşu da nə qədər çəkir? X qədər. X bərabərdir. Demək, 51-i 1 vuracam 5-də 1-ə. Bir də X bərabərdir. 51-i vurasınız, bir də 6-da 1-ə. Deməli, indi 51-i 5-də 1-ə vuranda eləyir. 51-i 5-ə bölürüz də belə. 10,2, 51-i 6-ya böləndə də eləyir 8,5 olmalıdır. Demək, 10,2, 8,5 uyğun gələn cavabımız oldu D variantı.
Heyvan hüceyrəsində əmələ gələn ümumi ATF enerjisinin neçə faizi bilavasitə sitoplazmada əmələ gəlir? Demək, baxın, ümumilikdə heyvan hüceyrəsində nə qədər ATF yaranırdı? 2 molekul oksigen sizdə, 36-da oksigenlidir. İkisi bir yerdə oldu 38. Bax yazıram. 38 ATF 100%-dirsə, sitoplazmada əmələ gələn oksigensizi nəzərdə tutur. 2 dənə ATF neçə faizdir? X bərabərdir buradan təqribi 5%-ə. Deməli, uyğun gələn cavabımız oldu A variantı. 145-ə də baxaq. Deyir, heyvan hüceyrəsində əmələ gələn ümumi ATF enerjisinin neçə faizi mitoxondriyada əmələ gəlir? Baxaq bura. İndi də eləyəcəyik. Demək, yenə yazacağım. 38 100% isə, çünki ümumilikdə 38 dənə ATF yaranırdı. Mitoxondriyada əmələ gələni deyirsə, bu 36-nı soruşur. 36 x-dir. X də buradan bərabər olur təqribi 95%-ə. Deməli, burada da uyğun gələn cavabımız oldu C variantı.